Arıqlamaq istəyənlər, amma hər dəfə də arıqlamaq cəhdləri boşa gedənlər videoya diqqətlə qulaq asın. Çünki bu videoda sizə niyə arıqlaya bilmirsiniz və necə arıqlayacaqsınız onu izah eləyəcəm. Amma əvvəlcə ekranda gördüyünüz üzrə zəhmət olmasa qızardın və profilimin üzərində gördüyünüz plus işarəsinə toxunun ki, videolarımdan hər kəs faydalana bilsin. Deməli qardaş, siz idman etməyinizə və diyeta saxlamağınıza baxmayaraq çəkiniz bir yerdə dirənib getmirsə, deməli sizdə insulin dirənci problemi var. Çünki insulin dirənci problemi olan insanlarda metabolizma ləngişləyir, məhz həmin insanlar öz iştahlarını ram eləyə bilmirlər. Buna görə də çəki ya çox zəif azalır, ya da bir yerdə dirənir, vəbşə getmir. Orqanizmdə insulin dirənci müxtəlif səbəblərdən yaranır, amma 80% hallarda D vitamini azlığından yaranır. İndi əlimdə göstərdiyim Depo-D kapsul günlük və həftəlik rutin şəklində istifadə edildikdə qanda D vitamini dəyərini normallaşdıraraq insulin dirənci problemini də aradan qaldırır. Məhz sizə arzuladığınız çəkiyə qısa zamanda qovuşdurmağa kömək edir. Bununla paralel şəkildə tez-tez tərləmə, sümük ağrıları, zob və D vitamini azlığından orqanizmdə yarana biləcək xəstəliklərdən sizi qoruyur. Ölkənin bütün apteklərində həm 20 minlik, həm də 50 minlik təsir vahidində satışı mövcuddur. Çəkini yoruma yaz, hansı dozanı necə qəbul eləyəcəksən onu izah edeyim.